iPhone-a adapter taxanda ay mama deyib qışqırır. Ay mama. Necə? Gəlin sizə göstərim. Məndə telefon ingilis dilindədir, amma sizdə ingilis dilində deyilsə, narahat olmayın, çox asandır, onsuz da başa düşəcəksiniz şəkillərdən. Shortcuts yazılan yerə girirsiniz. Aşağıda automation var. Ora daxil olub new automation-a tıklayırsınız. Bu hissədə charger olan yeri axtarırsınız. Daxil olub orada aşağıdakini seçirsiniz, run immediately. Növbəti təbəqədə speak text var. Onu açırsınız və ora istədiyiniz bir cümləni yazırsınız. Mən bu dəfə salamlar yazdım. Yanında ox işarəsi var. O işarəyə basaraq istədiyiniz kimi dəyişə bilərsiniz. Məsəl üçün qadın səsi yoxsa kişi səsi və ən əsası odur ki, orada türk dilini seçəsiniz ki, düzgün tələffüz eləsin. Cümləni yavaş yoxsa uzun desin, o da var burada, amma səsi adicə telefonun səsini çoxaldan kimi telefonun kənarından çoxaldın. Salamlar.